Salam aleykum, videomuza xoş gəlmisiniz. Deməli, burada hər şeydən bir xəbər, qaynanam, Kənan, mən, uşaqlar əvvəlfəzə travmatologiya aparırıq. Qolunda ağrıları var idi. İndi inşallah birazdan özünüz də hər şeyin şahidi olacaqsınız. Göndərmək lazım olacaq onu. Tərpətmə, düz saxla, tərpətmə. Tərpətmə aşkım, elə deyən. Heç nə eləmə. Tərpətmə. Ay, o tərpətmə. Bəlkə də edirəm deyəcəksiniz ki, o momentdə necə olur ki, sən video çəkmirsən. İnanın ki, videonun qabaqcadan basmışdım da içəri girməməzdən əvvəl. Sadəcə o yerlərini kəsmişəm, yəni qabaq tərəf bu hissələsini qoymuşam. Burada keçirdiyim həyəcan, keçirdiyimiz ağrı, acı, əvvəlfəz nə keçirdisə onun 10 qatını Kənanla mən orada keçirdik. İnanın hər ikimiz də uşaqdan beş-betər ağlayırdıq da, yəni çox pis vəziyyətdəydik. Yəni onu elə görmək o qədər bizə çətin gəldi ki, ilk dəfə idi belə bir şey yaşayırdıq. İlk dəfə idi ki, uşaqlarımızın başına belə bir iş gəlir. Allah bütün körpələri qorusun. Bizim balalarımız da hamısı da onun içində. İndi birazdan ətraflı danışacağıq hər şeyi. Ama я презирается. Əbəlfəz, neynəmişdilər sən qolu aşkım? Neynəmişdilər? Hə? Alça yiyir. Gətirmişəm onu biraz gəzməyə, sağ olsun bacım. Uşaqlarla gətirdi bizi ki, başı qarışsın biraz. Yedin? Ala. Ala bir dənə deyil. Biraz gətirdim havaya, sonra biraz yemək yesin. Yemək də yeməyib. Sonra inşallah biraz gəzsin, bulvardayıq, Ağşəhərdə. Gəzəyik, potom evə inşallah. Bizimkilər də burada. Bastı, biraz elə bastı sonra, çox olmasın. Ой. Все. Kaç yerden yerlenende bunu. Kısaca kayıyor. Kuşetse. Kənan gəldi, bizi götürdü. Gedirik hal-hazırda evə. Evə deyəndə ki, gedirik, düzdür, bravo, yol üstü. Bir iki şey almalıyıq. Amma ki, bugünkü keçirdiyimiz gün dəhşətli bir şey idi də. Çəkmişəm, hamısını çəkmişəm. Hə, travmatologiyada da çəkmişəm. Necə başımıza gəlib, sən danış biraz. Sən danışmamısan, ha? Yox, danışmamışam. Deməli necə oldu? İşığı yandırsam sənin şey deyir. Deməli necə oldum? Bir gün əvvəlfəz gəldi ki... 3 gün bundan qabaq. 3 gün bundan qabaq gəldi ki, bəs Hüseyin əlimi belə dartdı, yəni sındı, hə. Biz Tam danışmır. Biz başa deyil, qalan deyil. Ya da başa düşürük.
Belə deyir, sındım. Biz də elə baxdıq. Bir xeyli də ağladı. Mən dedim, yəqin düz də elə ağlamadı, yəni deyəsiz ki, şiddətli. Yo, birinci gün orta olmuşdu da, onda sən evdə yox idin. Sonra axşam elə bir ki, şey gəldi, uşaqlar, Kənan xalası qızı uşaqları ilə də, uşaqlarla oynayanda bir komda topu zad idi qoluna. Onda başladı. Bunlar evdə idilər ağlamağa. Deməli, belə deyim sizə ki, yəni oynaq falan deyil, bu düz yerdən sınıb da. Bura çətin sınan. Biraz şişmişdi. Bura çətin sınan yerdə, axı düz sümüydü. Bunlar oynaqdan çıxır. Düz sümüyün sınmağı, yəni mən nadir hallarda görmüşəm. Özü həkim dedi də çətin. Bir də elə sınanda Yelizarov aparatı var. Billə qoşurlar, şurup nazarlar, indi bilənlər də. O da ki, uzun prosesdir. Həkim qorxutmuşdu bizi. Uşaq olduğuna görə sümüyü inkişaf dövründə deyərək, ola bilər ki, o aparata ehtiyac olmasın. Həkim dedi ki, özü birləşsin. Böyük olsaydı deyildi. Böyük adamın sümüyü artıq belə deyəydi, o aparatdır çarəsi, heç onu belə şey eləyə bilmirlər. Çünki bu sümüyü təsəvvür C şəklini almışdı bu sümük. Yəni baxın belə qaydada olmuşdu, elastikdir yəni uşağın sümüyü, ortadan da çat vermişdi. O da bir həkim əli ilə düzəltdi. Deməli həkim əli ilə bizə göstərdi ki, bu bayaqki halıdır. Bu da mən indi çünki gipsə salandan sonra düzəldib salımızı bir dənə də rəngə elədi. Ondan qabaq eləmişdi, girməmişdən. Bir dənə də elədi. İndi bax, fərqi budur. İnanın ki, iynəsiz, də bilim keydicisiz, ay Allah. Sümüyü ağrısı elədi ki, ayda, bu necə bir işdir burada deyən görürəm. Harab oldu. Bir dənə üzürü sayın. Şeydən də, nədən adı, keydicisiz falan vurdular uşağa. Çünki sümüyü ağrısı elədi ki, sümüyə, yəni ağrı kəsici biraz çətinməz. Çünki sümüyü elə bir şey, sümüyü ağrısı bilənlər. Bir də ki, sprey falan, orada mama dedi ki, sprey. Dəriyə dedi. Dəriyə görə də, yəni o sümüyə müdaxilə edən. Yine də dedi, vurmaq olar, sadəcə uşağı daha çox incitmiş olar. Belə proses az çəkir. Çünki 10 saniyə, 15 saniyə. Elastikdir yəni sümüyü. Uşaqda 10-15 saniyə çəkir də o yerini oturtdurmaq. Amma yazıq nələr çəkindi, qoyacam da izləyər. Onsuz da qoymuşam çox güman. Hindiyənə kimi baxmısınız. Bir də ki, biz niyə gecikdirdik? Biz yəni gördük ki, mən evdə gördüm ki, yəni çox şey eləmədim. Sınığa dözməz də, elə fikirləşirdik. Vızıldayır da. Mən sınıq məndə də olub da. Məsəl üçün barmağım sınıb, ağrı şiddətli olur axı adam. Özü durduq yerə mızıldamır da, ancaq toxunduranda. Toxunanda biz dedik ki, əzilir. Çünki çox da şişməmişdi. Bu qədər yəni bir şey fərq var idi da. O birisi oldu. Mən dedim ki, belə əlimi vurdum, oxşatmadım. Dedim, yəqin əzilib, keçib gedər. Həm də ağrıtmırdı da bunu. Yəni, hətta əlimi belə vuranda çox şey eləmirdi, qışqırmırdı. Yəni, yüngül ki, ağrıyır əlimə. Dedim, əzilib yəni. Birdən bir şey elədi ki, aparaq da. Gördüm, şişi yatmır, açılır. Dedim, 3 gün ərzində razı azalmalıydı da biraz olsa. Gördüm, yatmır. Onda şübhələndik ki, yəqin nəsə belə. Gəldik, gördük ki, həqiqətən də sınıb əməlli başda gipsə falan qoyduq. Məsəl üçün 10 gün, 15 gün gecikdirsəydik, artıq elə formalaşacaqdı. Dala qaytarmaq biraz. Ona görə ehtiyatlı olun vallahi uşağın üstündə. Adi biraz şişmiş gördünüz, sırası göstərin. Bu da əvvəlfəz də biraz arıqdı. Videolarda görmüsünüz də. Yavaş, yavaş, yavaş. Videolardan görmüsünüz də. Arıqdı. Buna görə də sümüyü daha tez belə sınmağa bilir. İndi bu belədirsə, gərək ehtiyatlı olmaq lazımdır. Əl vuran kimi 10 dəqiqə başını sına bilər o həmən yerdən. Bir dəfə qolsundasa, da. Belə Allah özü qorusun bütün balaları, bütün körpələri, bizimkiləri də onun içində. İndi bir dənə Bravoya gəlmişik, bir iki dənə əksiklərimiz var idi. Onları tamamlayaq, inşallah evə gedəcəyik. Orada da çəkiliş eləyə bilsəm eləyəcəm. Kanalımıza da abunə olmağı unutmayın, like eləyin. Bir sonraki vlogumuzda görüşərik. Allah'a əmanət olun, sağ olun. Sağ olun. Götür bunlar. Götür. Götür de. 89 götür. Alsın götür. Yaşıl da var burada. Bunu da okuyaq, onu da okuyaq.
Kənan üçün kola tapmışam. Kənana kola hədiyyə edirəm. Kola hədiyyə edirəm sənə. Sağ ol. Mənim adım, elə bildim mənim adım. Bu kartlarda yazılır. Hə? Yazılıb da adın yazılıb. Yox, oradan deyirəm, kartlar yazılır. Yekəsini götürək. Hı? İstəmirsən? Vay, nə əcəb, nə əcəb. Kola istemiyor. Və hər cürəsi var. Ömrüm, canım, əzizim, bacım. Dostum, sevgilim, bir dənəm. Bu nədir? Gözəlim. Adi adlar var. Zəhra, Xədicə. Bu nədir? Vüsal, Vüqar, Ləman. Emil, Lalə, Vüsal, Aysil, Aynur, Seymur, Çinarə, Nazim, Nuray, Seymur, Vali, Əsmər, Emin, Əli, Günel, Elmir, Kəmalə, adlar var. Mələk, Murad, İbrahim, Ayla, Vüsal, Nərmin, Aylin, İsmail, Vüsalə, Çinarə, Kamran, Kənan adı yoxdur da. Yoxsa hədiyyə edərdim. Gülay. Hüseyin, sənə də adın yoxdur. Bizim adlarımız yoxdur. Ümumiyyətlə heç birimizin. Aysel, Əhməd, Lalə, Yusif, Zəhra, Aytən, Kənan, tapdım. Ben şimdi yok. Sənki yoxdur adın. Kənan, apar ver ataya. Denən sənə üçün sok tapmışım. Tapdım. Gördünüz? Mənim adım. Mən içərəm. Mən bu qazlı içmirəm. Hoşun gəldi şimdi. Sən dəyişək Fantaya. Mirinda da var. Bilmirəm. Ortalarda olsa bəlkə olur. Yox, alarıq orada. Amma evdə olmalı deyil deyəsən. Yox, gedək alaq da bəs. Səhətə var. Bax, özü deyir, görürsün, sonra da başını yelləyir. Bax, halaldadır, səssiz qalarıq. Götür, şöyle onu götür. Allah. Şey. Allah bunu da. Bir tane bundan götürək. Bir tane stalişini götürək. Baxın başqa nə var. Qoy baxın başqa nə var. Koy burada ama. Sənin üstüne mimoza da var. Burası mimoza biz yiyən deyilik. Stalişini bək. Marul. Onlar ortasından al. Sonra. Sonra ondan al. Olsun. Orası şey yanındakinden. Bu nə bilsən dadı necədir? Düzdür, keçən dəfə Onun almışdıq. dadına şey. Keçən dəfə. Baktım da.